Prosta nənəmin sözü olmasın, qeyrət yeridir, bizə vurulma ha. Türklər biraz türkü olurlar axı, özün bilirsən. Özə mikrofon da açsın dedi, ya abi türkülüyümü harada görürsən? Deyəcəm, mən oyunda görürəm mənə. Yəni avantaj sizdədir də, siz yuxarıdasınız, eləmi? Yox, ümumiyyətcə belə bu oyunda deyirəm də, yəni o 90% uduzmağı oynayır da, 100, eləmi? O qırmızı kriş alevdədim, yoxsa o birisini bax. Alan gəlir, onun birazdan vurur axı, elə? Amma alan canına aparanda məcbur. Bax, indi gəl bir söz deyim sizə. Bax, indi oyunu mən təxmini bilirəm. O özünü öldürəcəkdi, amma şey eləməyəcəkdi, sizə vurulmayacaq. Bax, indi baxardınız. Bizimkilər deyib bəlkə çıxan vuram, amma onlar ola bilirlər ki, 90% vurulacaqlar, amma o damdaca qalacaq baxır. Vura bilmir, ayso. Elə bil alanı ona verdi, elə sən oraya gitsən. Oje. Hə, gəl vurmuşam hələ səni, gəl. 3 qaz yedək götür. Qorxudur səni, yaxınlaşma deyim ha. Amma ehtiyatlı ol, onlar uğraşlar vurarlar bir dənə. Hə, güllə tatmaz deyirsiz. Amma yuxarıdan aşağı vurmaq problem deyil də. Mən dedim mi? Onlar elədilər də, mən ballı haqqında güclü oyuncularla oynamışam. Oğlum zat hiylə bacarır. Elə o vaxt özlərini öldürürlər onların. Bu elədim mi? O tutmuyorlar mı yanına? Göre var da, nişancı mərtəbə.